Əvvəla Elvi müəllim, xoş gəlmisiniz. Dəyərli qardaş, Allah hər birinizdən razı olsun. Bugünkü gündə Cəlaləddin haqqında danışmaq mənə Allah and olsun ki, o qədər çətindir, o qədər əzab çəkirəm ki, nəyə görə? Ona görə ki, Cəlaləddin evimin həm tək balası idi, həm də yükümüzü daşıyan, atasız böyümüş bir oğul idi. Cəlaləddinin necə deyim, müharibə ilində keçirdiyi günlərdən bunu deyə bilərəm ki, çox şücaətlər olubdu. Hər bir hissəsində, ümumiyyətlə, dünyaya gələndən Cəlaləddin ağır yüklü bir oğul böyüdü. 18 il. Onun son günü Şuşa alınan 2 saat sonra Cəlaləddin 4 gün susuz qalaraq, yoldaşları da 37 nəfər, batalyondan 37 nəfər qalmışdılar. 8 noyabr zəfər günü 4 gün susuz qalaraq Cəlaləddin su gətirməyə qalxırmış dağa. Komandiri deyib ki, Cəlaləddin, getmə, düşmənlə üz-üzəyik, deyib komandir, yoldaşlarım da susuzdur, mən də. Ölsəm atama, qalsam anama, deyərək qalxıb dağa. Və dağa qalxan vaxtı orada da şəhid olub mənim balam. Yəni, mən Cəlaləddinlə danışmaq həqiqətən o qədər acıdır da, yəni onun yoxluğuna inanın 5 ildə biz bu yoxluğa inana bilmirik. O qədər mənim istəkli balam idi o. Bilmirəm, Cəlaləddinə qarşı istəyim tam başqa olubdu. 2 bacı olub, bir qardaş olubdu. Deyirlər ki, anadan oğlun sevgisi başqa cür olur. Həqiqətən də Cəlaləddinə bağlılığım tam başqa idi. İnanın. Allah bütün balaları qorusun. Yəni, 3 balam, 3'ü də mənim üçün əzizdir. Amma sırf Cəlaləddin, o da bilirəm ki, mən deyə bilərəm ki, onun çəkdiyi əziyyətlərə görə o mənim həm ürəyim ağrıyırdı, körpəlikdən çiynində o yükü daşımağı, 2 bacılarını ali məktəbdə oxutmağı, sonra evə çörək girmirdi. Yəni, bizim çörəyimizi, evimizin yeməyini Cəlaləddin o zəhmətkeş əllərinlə qazanırdı. Hansı ki, o çayı satanda 1 manat, 2 manat artıq pul olanda o sevinirdi. O alıb gətirirdi bazarlığı ki, mama, görün sizə nə alıb gətirmişəm. İnanın Elvin, mən o qədər o sevinirdi artıq nəsə evə 2 dənə nəsə bazarlığın bölümündə adi bir şirniyyat alanda, nəsə bir şey alanda dünyanı verirdilər ona. O qədər qeyrətli oğlu idi. Yəni, onun borcunu biz qaytara bilmərik. Sağ olun.